Salam izləyicilər, xoş gördük hər birinizi. Növbəti sualın izahına baxaq. Bizdə düzbucaqlı bir trapesiya verib. Düzbucaqlı trapesiyanın kiçik ödəracağı 32-dir. Diaqonalların nisbəti 4/5-dir və bizdən böyük oturacağını soruşur. Onu da qeyd edim ki, diaqonallar qarşılıqlı perpendikulyardır. Baxaq sualın həllinə. Burada əgər AC-nin BD-yə nisbəti 4/5-dirsə, BC-yə AC-yə 4K, BD-yə 5K deyə bilərik. Bu artıq bizə lazım deyil, qeyd eləmişik. Növbəti mərhələ nədir? Biz bu trapesiyada, düzbucaqlı trapesiyada AC tərəfinə paralel bir düz xətt çəkirəm və BC tərəfinə paralel bir düz xətt çəkirəm və bunları birləşdirirəm burada. Baxaq. Əgər bura 4K-dırsa AC-miz, buna paralel çəkmişəm, yəni bunu paralel götürmüşəm digər tərəfə. Burada olacaq 4K. Bura 32-dirsə, burada olacaq 32. Və uşaqlar, əgər AC tərəfi AB tərəfi, KB tərəfinə paraleldirsə, deməli uyğun bucaqlara görə bura 90 dərəcədirsə, burada olur 90 dərəcə. Yəni burada bizdə KBD adlı bir dənə düzbucaqlı üçbucaq alındı. KBD düzbucaqlı üçbucağında, bu düzbucaqlı üçbucağı köçürdək aşağıda bir seçək yeridən. KBD, bura düzbucaq. Proyeksiya düsturuna görə, bura 4K, bura 5K, bura 32, bura isə x olarsa, proyeksiya düsturunu tətbiq edək. Proyeksiya düsturuna görə A-nın kvadratı böl B-nin kvadratı bərabər idi AC bölünsün BC-yə. Yəni 4K bölünsün 5K-nın kvadratı bərabərdir 32 bölünsün x-a. Bu olacaq 25-də 16, K-lar onsuz da ixtisar edir, bərabərdir x da 32-yə. Çarpaz vursaq və yaxud ondan əvvəl bir ixtisar aparaq. Bu 16-ya bölünür hər ikisi, burada qalır 2. Çarpaz vursaq x bərabər olur 50-yə. Bu tip sualların izahı üçün kanalı izləməyi unutmayın. Sağ olun.